Qabiliyyət imtahanına gedərkən özümüzdə hansı ləvazimatları götürməliyik? Əgər ali təhsil qabiliyyət imtahanına gedirsinizsə, planşet taxtanız A2 formatında olsun, yəni 40-ın 60. Çünki vərəqin ölçüsü böyük olacaq. Əgər kollecin qabiliyyət imtahanına gedirsinizsə, planşet taxtanız A3 formatında olsun, yəni 30-un 40-a. İmtahana getməzdən bir gün əvvəl ləvazimatlarınızı hazırlayın və mütləq karandaşlarınızın ucunu bu formada yontun. Pilka götürəcəksiniz, ona görə ki, karandaşın ucunu daha da iti eləmək üçün bu formada edirsiniz. Onda karandaşın uc hissəsi daha da incəlir və ştrix xətlərini gözəl bir formada atmaq olur. Karandaş olaraq mən sizlərə Faber-Castell firmasının karandaşını da məsləhət görürəm. Soneti də məsləhət görürəm. Bu iki firmanın karandaşları çox keyfiyyətli olur. Şpilka götürmək lazımdır. Planşet taxtaya vərəqi sabitləmək üçün istifadə edilir. Knopka götürəcəksiniz. Knopkadan da istifadə etmək olur. Planşet taxtaya vərəqi sabitləmək üçün. Başlıq hissəsi belə olsun. Əgər rəssam əlcəyi ala bilmirsinizsə, A4 kağızı da özünüzdən apara bilərsiniz. Ona görə ki, tonlamaya keçməzdən əvvəl mütləq əlinizin altında olsun. Ştrix atdığınız hissələrə ləkə düşməsin. Faber-Castell firmasının xəmir pozandan alın. Ən keyfiyyətli firmalardan biridir Faber-Castell. Digər firmalarda xəmir pozanı çox sərt olur və istifadəsi keyfiyyətli olmur. Özünüzdə sərt pozan da götürməlisiniz və pozanınızı mütləq maili istiqamətdə kəsin. Ona görə ki, incə hissələri rahat bir formada silmək üçün. Ölçü çubuğu götürmək lazımdır. Ölçüləri daha rahat bir şəkildə tapmaq və tapdığınız ölçünü düz formada çəkmək üçün ölçü çubuğu mütləqdir. Əlinizlə sürtərək təmizləməyi məsləhət bilmirəm. Çünki ştrix xətləri yayılacaq, yumuşalacaq və yaxud da ki, ləkə düşə bilər. Ona görə hər birinizdə belə bir kosmetika şotkası olmalıdır. Pozanın həmin tozlarını təmizləmək üçün istifadə edilir. İmtahana da özünüzdən aparın. Hər ehtimala qarşı yonan da götürün. Çünki ola bilər ki, rezakdan istifadə etməyə icazə verməsinlər. Ona görə yonanla karandaşın ucunu qəşəng bir şəkildə yontun və pilka ilə itiləyin. Rəsm imtahanında sizə lazım olan ləvazimatlar bunlardır. Növbəti videomda rəngkarlıq, yəni sulu boya ilə əgər qabiliyyət imtahanı verəcəksinizsə, hansı ləvazimatları aparmaq lazımdır, həmin videonu da sizlər üçün çəkib paylaşacağım.